Sürücü işi var yoldaşlar, sürücü işi var. Mən sizə bir neçə sürücü işindən bəhs etmək istəyirəm. Qeyd edim ki, onların arasında rayonda olan variantları da var. Yüksək məhəqqəli olan variantları da var. Şəxsi avtomobili olanlar üçün də var. Şəxsi avtomobili olmayanlar üçün də var. Fərqli kateqoriyalılar üçün də var. Gəlin bəhs edeyim. Kifayət qədər çoxlu zəngin çeşiddədir. Deməli, Aqrovestdə var yoldaşlar şəxsi sürücü işi. Daha doğrusu şəxsi avtomobillə olan iş. Bu satış bölgə müdiri işidir yoldaşlar. Qazaxdadır. Müvafiq sahədə 5 illik iş təcrübəniz varsa, qida sahəsində bölgə müdiri kimi iş təcrübəniz varsa, şəxsi avtomobiliniz varsa, Gəncə, Qazax və yaxın ərazilərdə iş təcrübəniz varsa, bu işə müraciət etməyi düşünə bilərsiniz. Təxminən ortalama 2500-3000 manat qazana bilərsiniz. 5 günlük iş rejimine malikdir. Bu bir variantıdır. Əgər təsadüfən aranızda sürücü işləyib də bu sahədə də təcrübəsi olanlar varsa, onlara misal üçün sərf eləyə bilərdi. Amma belə digər sürücü işlər də var, narahat olmayın, onlardan da bəhs eləyəcəm, bunda Allah qoysa. Misal üçün, şəxsi avtomobiliniz varsa və 22-35 yaşlı bir şəxsinizsə və telefonunuz ancaq bir dənə deyilsə və o ancaq bir dənə olan da ancaq elə iPhone deyilsə, o zaman başqa telefonunuz da varsa, misal üçün smart telefon, Android telefonunuz, 1600-2500 manatlıq bir iş var yoldaşlar, 6 günlük bir işdir. Belə bir variant da var. Nə iş görürsünüz? Skuterlərin baterikalarını təyin olunmuş marşrut üzrə çatdırıb əvəz edirsiniz. Sonra aranızda sürücü varsa və rus dilini də bilirsə, həmin şəxslər üçün 1000 manat əmək haqqısı və üstəgəldə belə deyim də çatdırılmaya görə əlavə faiz olan 25-35 yaşlı şəxslər üçün də iş var. Gül dükanındadır, belə deyim. Gül butikindədir yoldaşlar. Belə bir variant da mümkündür. Sonra sürücü çatdırılma üzrə var, başqa variantı var. 500 manatlıqdır. 20-37 yaşlı şəxslər üçündür. 1 ilə yaxın iş təcrübəniz varsa, bu işə müraciət edə bilərsiniz. Amerika səfirliyinə tərəf yaxındır. 28 may metrosuna yaxın bir yerdədir. Digər sürücü işlər də var, narahat olmayın. 800 manatlıq sürücü işi də var, misal üçün qaya nəqliyyatda. Amma bu Y kateqoriyası tələb edir. 25-55 yaşlı olmanızı tələb edir. Bundan əlavə 700 manatlıq sürücü işi də var. Əsaslar, mən hələ sizə rayondakı sürücü işlərindən bəhs etməmişəm, xəbəriniz olsun. O, ən sonunda Allah qoysa bəhs edirəm. Sürücü işi də var yoldaşlar. Asistel şirkətində 700 manatlıq 25-40 yaşlı şəxslər üçündür. BS kateqoriyası tələb edir yoldaşlar. Binəqədi rayonundadır. 2 illik iş təcrübəsi olmalıdır. Sonra sürücü ekspeditor işi var. 700 manatlıq Nurgündədir. 25-55 yaşlı şəxslər üçündür. Ford Transit sürəcəksiniz. Yəni, o üzrə daha dəqiq desək, iş təcrübəniz varsa düşünə bilərsiniz. Ən az 3 illik iş təcrübəniz olmalıdır. Yəni, ən az da 25 yaşınız olmalıdır. Sürücü işi 600 manatlıq variantda var. Klinikadadır. Amma yəni, bu klinikada özünüzü doğrultsanız, sizə etimadları böyüyəsə, çünki başqa işə də keçmək bəlkə də mümkün ola bilər. Çünki həmin klinikada xatırlayıram ki, ailə sürücüsü işləri də ola bilir. Bu 550 manatlıq bir işdir yoldaşlar. 40 saatlıq işdir. Həftədə 40 saat olan bir işdir. 30-50 yaşlı şəxslər üçündür. 3 illik iş təcrübəniz olmalıdır. 30-50 yaşlı bir şəxs olun, B kateqoriyanız olsun. Sonra avtokar sürücüsü işi də var yoldaşlar. Kontoxomda. Sonra sürücü işi başqa şirkətdə də var. Otokod şirkətində də var. Bu nə tələb edir? BD kateqoriyası tələb edir yoldaşlar. Ən azı kollej təhsiliniz olmalıdır. Ofis proqramlarını bilməlisiniz. O xarici şirkət olmalı idi səhv hatırlamamsa. Sonra sürücü işi mass qrupda da var yoldaşlar. Bu nə tələb edir sizdən? Bu da 25-35 yaş tələb edir. Heydərli prospektindədir, Nərimanov rayonundadır. 5 günlük iş qrafikinə malikdir. BS tələb edir, 1 illik iş təcrübəsi tələb edir. Bundan əlavə avtokar sürücü işi başqa şirkətdə də var, Polycycle şirkətində də var. Sonra EcoPress şirkətində də sürücü işi var yoldaşlar.
Bu 30-45 yaşlı şəxslər üçündür, bəylər üçündür. Rus dilini səlis bilməlisiniz. Orta ixtisasınız olmalıdır heç olmasa. 5 günlük iş rejiminə malikdir. 600 manatlıq işdir. Qeyd edim ki, bu sürücü işləri son belə deyim də bir neçə günün ən yeni vakansiyalardır. Yəni bu demək deyil ki, sürücü işləri elə ancaq bunlardan ibarətdir. Başa düşürsünüzmü? Yəni sizə uyğun olmayan varsa, bu həvəsdən düşməyin. Yəni hər an yeni, fərqli, daha yüksək məhaqqlı və yaxud da sizin şərtlərinizə uyğun olan sürücü vakansiyaları ola bilər. Sürücü işi baxın, rayonda olan variantdan bəhs eləmək istəyirəm. Rayonda olan variantdan bəhs etmək istəyirəm. Rayonda olan variantdan deməli, bunun biri sürücüdür, D kateqoriyası üzrədir. 700-800 manatlıq işdir. Əsasən Daşkəsən, Göygöl, Qarabağ bölgəsi üzrə olan bir iş yeridir. D kateqoriyalı sürücülük vəsiqəniz olmalıdır. 700-800 manatlıq, daha dəqiq desək 750 manatlıq bir işdir. Amma birini deyəsən mən elə ən öndə bəhs etdim yoldaşlar sizə. Baxın, bir dəqiqə. Şəxsi avtomobiliniz varsa, o bölgə müdiri işi vardır. Bax, ona müraciət edə bilərsiniz. Əgər ki, müvafiq sahədə 5 illik iş təcrübəniz, bölgə müdiri kimi iş təcrübəniz varsa, baxın, orada misal üçün ən yüksək əmək haqqı qazana bilərsiniz. Ortalama, yəni əmək haqqı ilə bonusların cəmini deyirəm mən sizə, 2500-3000 manat qazana bilərsiniz. Belə bir iş imkanı da var. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər sürücü işlərlə və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmalısınızsa, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul Hacıvarlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.